İmzalı markasının Dilkaş parfümün baş sponsorluğu, Defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu, Usta Turizmin və Başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə yeni səhər başladı. Xeyir olsun, əziz bizim daimi tamaşaçılarımız, hər birinizi salamlayırıq. Gününüz xoş, ruzili, bərəkətli olsun inşallah. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Səhər tezdən xoş gördük hər birinizi. Yeni həftənin, yeni iş günündə hər birinizə belə deyək də bol ruzili, bərəkətli gün arzu edirik, yaxşı motivasiya arzu edirik. Səhər tezdən gününüzə gözəl başlayın ki, bütün gününüz xeyirli, uğurlu keçsin və pozitiv keçsin. Və ümumiyyətlə, biz həqiqətən də hər səhər bunu vurğuluyuruq. Çünki biz səhər verilişi aparıcılarıyıq. Səhər verilişində ilk öncə nə olmalıdır? Təbii ki, motivasiya, pozitivlik, enerji dolu. Çünki hər bir kəsin günü səhərdən başlayır. Hər zaman səhər pozitiv başlayın ki, axşama qədər də pozitiv olasınız. Deyir, günə necə başlayarsansa bütün günün elə keçər. Biz də çalışırıq ki, sizə gün ərzində xoş ovqat bəxş eləyək. Səhər tezdən xoş ovqat bəxş eləyək ki, bütün gününüz xoş aura ilə keçsin və eyni zamanda onu qeyd eləyək ki, ölkəmizdə və dünyada nələr baş verirsə, çalışırıq sizə ötən gündən bu yana nələr olursa bunları çatdıraq və eyni zamanda qeyd eləyək ki, ötən həftə kifayət qədər maraqlı hadisələrlə Azərbaycan üçün belə, xüsusən Bakı üçün belə deyək də, xüsusən belə hərəkətliliyi ilə yadda qaldı. Marafon keçirildi, xalça festivalı keçirildi. Bununla bağlı da məlumatlarımız olacaq sizə və başqa hansı hadisələr baş verib. Həftə sonlarında bizim efirdə olmadığımız 2 gündə nələr olubsa, bunlar haqqında da çalışacağıq sizə məlumat verək. Və istəyərdim ki, mən bugünkü mövzumuzu sizə açıqlayım. Bugünkü mövzumuz özünü inkişaf etdirmək üçün insan özündə nələri vərdiş halına gətirməlidir. Bugün mövzu bunu qoyduq və istəyərdim ki, elə bu mövzuya mən də öz bir subyektiv fikrimi bildirim. Özünü inkişaf dedikdə, yəni cəmiyyət üçün yararlı olmaq, özün üçün, ilk öncə özün üçün və daha sonra cəmiyyət üçün yararlı olmağı bacarmalısan. İnsan ümumiyyətlə yaşadığı ömrü hər zaman çalışmalıdır ki, daim özünü inkişaf etdirsin. Çünki belə deyim, özünü inkişaf etdirdiyin zaman sənin intellekt səviyyən olsun, sənin həyata baxış bucağın olsun, insanlarla davranışın olsun, xarakterin olsun, bunların hər birinə təsir eləyir. Çünki bu inkişaf mərhələsində sən yetəri qədər, necə deyərlər, özünü inkişaf etdirirsən. Məsəl üçün, belə bir nümunə gətirim mən sizə. Daima kitab oxuyun. Kitab oxumaqdan başqa daima gəzin, görməyə çalışın və gəzdiyiniz yerlər haqqında məlumatlar əldə eləyin. Bəli, özünü inkişaf əslində bir insanın, belə deyək də, rutin bir həyat tərzi olmalıdır. Amma bu həyat tərzimizdə biz nələri ön plana keçirməliyik? Özünü inkişaf deyirik, özümüzü inkişaf etdirək, daim inkişafda olaq, daim nələrisə öyrənək. Bəs nəyi necə planlamalıyıq ki, özünü inkişaf dediyimiz bu məfhum həm də hərəkətlərimizlə tamamlansın, əməllərimizlə tamamlansın. Sabah yuxudan durduq, günümüzü zamanında planlamaq, təbii ki, bu onlardan biri. Sağlamlığımıza diqqət etmək, özünü inkişafın, belə deyək də, təməlində duran ikinci amillərdən biri. Sağlam qidalanma üçüncü amillərdən biri. Yəni, bu nədən irəli gəlir? Özünü inkişaf deyirik, amma bunun təməlini quran müəyyən amillər var ki, mütləq şəkildə bunlara da diqqət etmək zorundayıq və sizin üçün özünü inkişaf nədir? Siz özünüzü inkişaf etdirmək üçün hansı təməl amillər var ki, onlara diqqət edirsiniz? Nələri vərdiş halına gətirmişsiniz? Məsələn, gün ərzində 1 saat kitab oxumaq həqiqətən də insanın özünün inkişafına çox mükəmməl təsir eləyir. Bu motivasiya ilə bağlı bir kitab ola bilər, bu sizin işinizlə bağlı bir kitab olar və yaxud da ümumiyyətlə hər hansısa bir bədii kitab ola bilər. Çünki bilirsiniz ki, bədii kitabların özü belə insanın dünya görüşünün formalaşmasına, belə deyək, nitq qabiliyyətinin formalaşmasına, mütaliəsinin, ümumiyyətlə düşüncəsinin formalaşmasına geniş şəkildə şərait yaradan, belə deyilmə, mühüm əhəmiyyət kəsb edən nüanslardan biridir. Ümumiyyətlə, hətta deyək ki, ümumiyyətlə kitab oxuya bilmirsiniz. Bəzi elə insanlar da var ki, onlar kitab oxuduqda anlamırlar. Çalışın ki, filmlər izləyin. Həqiqətən, intellekt səviyyənizi yüksəldəcək o qədər filmlər var ki, seriallar var, filmlər var. Bizim keçmiş dövrümüzdən bu yana olan bizim bədii filmlərimiz var. Mütləq ki, onları izləyin. Ümumiyyətlə, dünya filmlərinə bir üst tutun. Bunlar belə özünü inkişafda həqiqətən də sizin üçün özünü göstərəcək. Və siz daima bunu etdikcə fərqinə varacaqsınız artıq özünüzdə olan dəyişikliyin. Deyəcəksiniz
deyirsiniz ki, mən əvvəl bu cür düşünürdüm, ancaq artıq bir başqa cür düşünürəm. Bu da təbii ki, özünü mütləq dərəcədə sizin həyatınızın hər bir nöqtəsində bu mərhələlər özünü nümayiş etdirəcək və hətta sağlamlıq dedi Rəna az öncə, yürüyüş edin. Yəni, mütləq gün ərzində deyək ki, səhər zamanınız yoxdur, tənbəllik edirsiniz. Mütləq ki, gün ərzində, istər səhər olsun, günorta, axşam, məsəl üçün, axşam saat 6-ya qədər qidanızı qəbul eləyin. Daha sonra çıxın bir yürüyüş eləyin. Yürüyüşdən gəldikdən sonra meyvə yeyin. Yəni, çalışın ki, sağlamlığınıza hər zaman fikir verəsiniz ki, insanın, belə deyərlər, özünün gümrah olması da, xoşbəxt hiss etməsi də hər biri sağlamlıqdan irəli gəlir. İnsanın bir balaca adicə bir yeri ağrıyanda onun gözünə heç nə görünmür. Hətta insanın deyirlər ki, ümumiyyətlə, hər an ağrıyırsa elə bilirsən ki, o canın oradadır o gün. Yəni, bütün canın, ürəyin, hər yer oradadır, ağrıyan yerindədir. Ona görə də tək ki, ağrıyan bir yeriniz olmasın, tək ki, canınız xəstələnməsin. Hər zaman öz sağlamlığınızın qayğısına qalın. İnsana qalan həqiqətən də canı olur və özünə qazandırdığı o dediyimiz özünü inkişaf etdirdiyi şeylər olur ki, həyatda nə qədər çox bilsəniz, nə qədər çox ümumiyyətlə mütaliə etsəniz, özünüzü inkişaf elətdirsəniz, inanın ki, cəmiyyətdə də o qədər yer tuta biləcəksiniz. Çünki indiki zamanədə insanın intellekt səviyyəsi çox önəmlidir. Bəzi yerlər var ki, sənin həqiqətən də insan var, təhsil ala bilmir bəzi səbəblərdən, ona imkanı yetmir, ancaq o getdiyi yerdə baxırsan, elə sənə savadlı danışır, o qədər dünya görüşü var, o insanla söhbət etmək sənə o qədər xoş gəlir. Deyirsən ki, bu danışır, mən necə xoşdur bundan danışmaq. Heç zaman hardan gəldi, getdi, bəlli olmur. Necə keçdi, bilinmir. Bəli. Ona görə də intellekt səviyyənizi daima inkişaf elətdirin. Amma belə ümumiyyətlə biz əgər özünü inkişaf üçün nələri biz rutinə çevirməliyik, hansı vərdişləri özümüzdə formalaşdırmalıyıq? Bunlardan birini də daim çalışın ki, yeni dil biliklərinə yələnəsiniz. Yəni, yeni dil biliklərinə yələndikcə, haradasa dünya elə belə deyək də, o əhatəniz, bağınız biraz daha sanki daha çoxalır və nə qədər çox dil bilirsə bir insan, bir o qədər də çox insan deməkdir əslində. Odur ki, dil biliklərinizi yələndirin, filmləri qeyd elədi Aysu, filmləri izləyin, dil biliklərinə yələnərkən xarici dildə olan filmləri izləmək də sizə çox müsbət təsir eləyəcək. Başqa nələr olunacaq, başqa nələr olunmalıdır? Bunları da sizdən eşitmək istəyirik və eyni zamanda bizim viktorinamız olacaq. Viktorinamız üçün 5 zərf viktorinasıdır, hansı ki, bizim nömrələrimizə zəng eləyərək 5 zərfdən birini seçib, bəyəndiyiniz rənglərdən birini seçib, orada olan asan sualları, hansı ki o zərflər indi Aysunun əlindədir, orada olan asan sualları cavablandırırsınız və daha sonra, belə deyək, bizim əlimdə olan zərflərdən, yenə buradan da 5 zərfdən birini seçərək istədiyiniz hədiyyəni əldə edirsiniz. Niyə görə istədiyiniz? Çünki hansı rəngi sevirsinizsə, həmin rəngi seçəcəksiniz, onun içindən nə hədiyyə çıxsa, onu qazanmış olacaqsınız. Bu qədər. Hazırda səhər tezdən istəyərdik bir musiqi nömrəsi dinləyək, daha sonra studiyamıza qayıdıb verilişimizi davam etdirərik. Yenidən xoş gördük sizləri, yenidən sizin qarşınızdayıq. Mən istəyərdim ki, bugün hava haqqında olan məlumatı diqqətinizə çatdırım. Bakıda leysan olacaq, külək əsəcək deyə bildiriblər. Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, 04-dən 05 keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənir. Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14 isti, gündüz 18-22 isti olacaq. Atmosfer təzyiqi 760 civə sütunundan 765 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman, mülayim şərq küləyi, bəzi yerlərdə arabir güclənəcək. Əyninizi qalın geyinin. Biz düşünürdük ki, yaz yay gəlir, ancaq həqiqətən də sanki qış geri qayıdıbdır. Ona görə də sağlamlığınızın qeydinə qalın, mütləq dərəcədə bir daha deyirəm, əyninizi qalın geyinin, çünki havalar həqiqətən də soyuq keçir, hətta rayonda bəzi yerlərdə artıq sulu qar müşahidə olunubdur. Və elə hava ilə bağlı daha bir məlumatı mən çatdırmaq istəyirəm. Ötən həftə əslində qeyd eləmişdim ki, may ayının əvvəlləri, ümumiyyətlə may ayı günəş fırtınaları ilə yadda qalacaq. Qeyd eləyək ki, alimlər bildirirlər ki, 1859-cu ildə ümumiyyətlə ən belə təhlükəli günəş fırtınası yaşanmışdı. Ondan sonra günəş fırtınası zaten olub, amma bu qədər belə çox olmayıb və belə deyək, bu sahəni araşdıran insanlar may ayı üçün də xəbərdarlıq eləyiblər ki, yenidən günəşdə müxtəlif sayda və müxtəlif, belə deyək də, ölçüdə deyək, günəş fırtınaları olacaq
və bu fırtınalar yerdə də insanlara, xüsusən meteo həssas insanlara təsirsiz ötüşməyəcək. Günəş fırtınaları atmosferdəki karbon balansına təsir edir. Bəzi hallarda fırtına izləri ağacların illik halqalarında radiokarbon artımı ilə görünür. Və bu tip hadisələr həm texnoloji, həm də ekoloji problemlərə səbəb olur. Ona görə may ayı üçün də belə bir proqnoz onsuz da verilmişdi. Bəs başqa hansı hadisələrlə ötən həftə yadda qalıb? Ötən həftə Xalça festivalı keçirildi Azərbaycanda və eyni zamanda marafon keçirildi. Leyla Əliyeva, Arzu Əliyeva Beynəlxalq Xalça festivalını ziyarət ediblər və Bakı marafonu 2025-in mükafatlandırma mərasimində keçirildi və yekunlaşdı. Yaxşı, bəs necə yekunlaşdı? Bildirək ki, mükafatlandırma 2 kateqoriyada olub. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Küləyə qalib gəl şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi Türkiyəli Ataç Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murad Əməkdar qazanıb. Qadınların mübarizəsində isə Ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, Yaponiyalı atlet Eriko Soma isə üçüncü nəticəni əldə eləyib. Bax belə, marafon da yekunlaşıb. Marafon iştirakçıları şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayraq Meydanında ənənəvi olaraq əyləncə zonası yaradılıb. Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirilib. Sevimli ifaçıların iştirakı ilə musiqi proqramı və konsertlə tədbir yadda qalıb. Və verilişimizi davam elətdiririk. Dəyərli izləyicilər, hamı bilir ki, bu saatda bizim, yəni bu zamanda fitness rubrikamız efirdə olur və fitness rubrikasında biz çalışırıq ki, bizi izləyən izləyicilərimiz üçün müəyyən idman hərəkətləri göstərək ki, gün boyu, gün ərzində gümrah qalsınlar. Əgər daim oturaq bir işlədilərsə, o zaman heç deyilsə, müəyyən bir mənada günün müəyyən saatlarında durub hansısa bir kiçik idman hərəkətləri etməklə öz sağlamlıqlarının qeydinə qalsınlar. İdmançımız buradadır, Rəşad Əskərov. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Xoş gəlmişsiniz. Sabahınız xeyir, gününüz xeyirli olsun. Əvvəla təşəkkür edirəm dəvətinizə görə. Buyurun, biz də təşəkkür edirik ki, gəlib səhər tezdən bizim izləyicilərimizi günə pozitiv ruhda hazırlamağa razısınız, yəni belə deyək. Çox sağ olun, təşəkkür edirəm. Bugün sizlərə bir sıra hərəkətlər göstərəcəm. Hansı ki, o hərəkətləri biz həm səhər idmanı kimi edə bilərik, həm də gün ərzində məşqə başlamamışdan əvvəl isinmə hərəkətləri olduqda edə bilərik. Ümumiyyətlə, səhər tezdən daha çox istifadə olunan hərəkətlər məhz isinmə hərəkətləri olur. Hansı ki, bu isinmə hərəkətlərini gün boyu da istifadə edə bilərlər. Çünki hərəkətsiz qaldıqca istər-istəməz orqanizm, sümüklər sanki kilidlənir deyək. Və bu isinmə hərəkətləri vasitəsilə onlar öz, belə deyək də, həm sümüklərini, onurğa sütununu elastikləşdirə bilərlər, əzələlərini elastikləşdirə bilərlər və beləliklə də hansısa bir baş ağrıları olsun, boyun ağrıları olsun, bel ağrıları bunlardan da xilas ola bilərlər, düzdürmü? Bəli. Tamam, o zaman başlayaq hərəkətlərimizə, daha sonra söhbətimizi davam etdirərik. Başlayaq. Hərəkətlərimiz düzdür.
Aha. Ümumiyyətlə səhər tezdən idmanın faydaları sizə görə nədir? Özünüz səhər tezdən başlayırsınız idmana, yoxsa yatmağı sevənlərdənsiniz? Əsasən yuxuya diqqət edirəm, çünki yəni günə gümrah başlamaq üçün ilk növbədə yuxu vacibdir. Nə qədər tez yatsaq, o qədər də günə tez başlayarıq. Bu da gün ərzində bizim gümrah olmamızı, daha aktiv fəaliyyət göstərməyimizə təsir göstərir. Müsbət təsir edir. Gəlin əyləşək studiyamızda, elə söhbətimizi də orada davam elətdirərik. Çünki həqiqətən də səhər tezdən səhər idmanının əhəmiyyəti, rolu haqqında biz həmişə danışırıq və bildirdiniz ki, yuxuya diqqət eləmək lazımdır. Yuxuya diqqət eləmək lazımdır necə? Səhər əgər yuxudan doymayıbsa adam hələ də yatmağa davam eləməlidir, yoxsa bunu axşamdan tənzimləməlidir? Əlbəttə ki, axşamdan tənzim eləmək daha məqsədə uyğundur. Çünki günə yaxşı başlamaq üçün ən azından heç olmasam 10 saat 10-11 arasında yatmaq lazımdır ki, günə və 8 saatlıq yuxuya diqqət etmək lazımdır. Ümumiyyətlə belə deyirlər ki, 30 yaşa qədər insan yəni 4-5 saat yatmaqla da orqanizmini yuxu ilə təmin eləyə bilir. Amma təbii ki, yaxşı olar ki, elə 8 saat yuxu rejiminə diqqət eləsinlər. Amma 30 yaşdan sonra bu sadəcə yaş faktoru ilə bağlı deyil. İstər-istəməz, istər zehni fəaliyyət olsun, istər orqanizmin özünü toparlaması üçün 8 saatlıq yuxu rejiminə mütləq şəkildə diqqət etmək lazımdır. Ümumiyyətlə Rəşad bəy, mən özüm də yəni yuxusuzluq, necə yuxuma bir diqqət edən insan deyiləm. Pəhriz saxlasan belə, yuxun rejimdə olmasa, yenə də bu sənin yəni arıqlamağında hansısa maneələr yaradır, yəni daha vaxtı uzadır, çətinləşdirir arıqlamağı. Ümumi olaraq deyə bilərəm ki, əgər bu idmana başlamışıqsa, nəinki qidalanma, bütün hamısı yəni qaydasında olmalıdır. Həm yuxu, həm məşq, həm də qidalanma hamısı yerində olmalıdır ki, tez bir vaxtda nəticə əldə edə bilək. Balanslı şəkildə olmalıdır qidalanma, balanslı, bəli, mütləq şəkildə su balansıdır, idmandır, yuxudur, bunlar hamısı əhəmiyyət kəsb edir və insan bəzən görürsən ki, niyə görə çəki atmaqda çətinlik çəkir? Stres məsələsi, stres faktoru olur ortada və o stresi də yaradan səbəblərdən biri zamanında yatmamaqdır. Yəni yuxu doyumsuzluğu, yuxudan orqanizmin tam o istədiyini almaması artıq orqanizmdə özü stresə bir zəmin yaradır. Orqanizm özü stresli olur, insana qarşı da deyək də, düşünür ki, sən onu yuxu ilə tam təmin eləmədin və özünü tam toparlaya bilmir orqanizm. Ümumiyyətlə, mən tərəfdarıyam, insan öz orqanizminə, necə deyim, yəni bir möcüzə kimi baxmalıdır. İnsan öz orqanizmini sanki onunla danışmağı bacarmalıdır. Orqanizm səndən nə istəyir? Tanımalıdır və eyni zamanda da necə başa salım? Bir mən olaraq varıq, orqanizmimizdə də bir mən olaraq yanaşaq. O nə istəyir? Biz onu nə ilə təmin etdik, nə ilə təmin etdik və nəyi, belə deyək də, kəsir yaratdıq onda. Sağlamlığımıza necə yanaşdıq bugün? Nə ilə qidalandırdıq? İnsan bu şəkildə orqanizmlə yanaşanda istər həm iş sarıdan, həm qidalanma baxımından, həm yuxu sarıdan sanki bir körpə uşaq böyütmüş kimi olur və o qədər mükəmməl şəkildə özünü, o danışırdıq biz bayaq, özünü inkişaf, motivasiya üçün olunan vərdişlər. O qədər mükəmməl şəkildə bunu formalaşdırmış olur ki, zamanla bunun nəticəsində həqiqətən görmüş olur. Məsələn, bir müddət orqanizmına heç bir şəkildə fikir verməyən insan, bu da şəxsi təcrübədən irəli gəlir. Fikir vermirsən, işin gücün dalınca nə istəyirsən, yeyirsən, nə istəyirsən və orqanizminlə sanki bir hesabat almırsan və bir zamandan sonra görürsən ki, nə olub, artıq çəkini yığmısan üzərinə. Siz nə qədər müddətdə məşğulsuz idmanla? Mən təxminən 5 il, 6 il müddəti olar ki, bu idmanla məşğulam. Artıq mən yarışlara hazırlaşıram. İnşallah professional yarışlarda iştirak edəcəm. Sosial mediada da kifayət qədər aktivsiz və burada sosial mediadan insanlara ötürmək istədiyiniz əsas başlıca mesaj nədir? Bu idmanda bildiyimiz kimi ən əsası disiplindir. Bu idmana başlamışıqsa, disiplini yəni nəzərə alıb başlamalıyıq. Ən əsasdan disiplin olmaq mütləqdir ki, nəinki idmanda, idmançı olmasa belə, yəni gündəlik həyatımızda aktiv fəaliyyət göstərmək üçün lazımdır yəni bunlar. Deməli, özünü inkişaf zamanı vərdişə çevirməli olduğumuz əsas faktorlardan biri də disiplindir. Buyur Aysu, söz səndədir. İndi isə bizim dəyərli tamaşaçılarımız keçid alırıq biz mətbəx rubrikamıza. Elə mətbəx rubrikamızda olmuşkən, burada dayanmışkən sizə bir nüansı qeyd eləmək istəyirəm. Bəzi xanımlar var, yəni məni də belə də öz əhatəmdə, tanışlarımda da belə bir şeylər mənim qulağıma çatır. Deyirlər ki, bəs mən iş qadınıyam, çalışıram, işləyirəm, mən neyinirəm ki, mətbəximdə yemək hazırlayım, şirniyyat hazırlayım. Mən ümumiyyətlə o cür insanları hər zaman qınayıram. Çünki nəyə görə? Onları qınaq
qonaq obyektinə mən hər zaman tuturam. Çünki bir xanım, bir Azərbaycanlı xanımı hər zaman öz mətbəxinin, evinin xanımı olmalıdır. Bəli, sən çalışa bilərsən, işləyə bilərsən, ancaq sən çöldə o xanım obrazını oynaya bilərsən. Lakin artıq evinə gəldikdə sən bir övladsan, sən bir həyat yoldaşısan, sən bir xanımsan, anasan. Ona görə də hər bir xanım, bir Azərbaycanlı xanımın həqiqətən də borcudur, mənəvi dəyərlərimizdir ki, sən bu obrazı layiqincə yerinə yetirəsən və dadlı təyamlar sunasan. Odur ki, istəyərdim elə bugün bizim qonağımız olan şirniyyatçı, qənnahçı, özü əli gözəl, dadı gözəl Xəyalə xanımdan bir söhbətə keçid eləyək. Xoş gəlmisiniz Xəyalə xanım. Xoş gördük, sabahınız xeyir olsun. Çox sağ Gününüz olun uğurlu olsun. dəvətiniz üçün. Təşəkkür eləyirəm. Bugün biz nə edəcəyik, nələr hazırlayacağıq və bunlar haqqında istərdim məlumat verək bu dadlı şirniyyatlar haqqında tamaşaçılarımıza. İki şirniyyatımızı hazırlamışam. İnşallah tiramisu hazırlayacağıq. Bir də elə tiramisunun peçenlərindən bir fərqli desert hazırlayacağıq. Bu şirniyyatlarımız qat-qat xəmirindən hazırlanıb. Bunun içində armuddur. Elə armuda da oxşayır, armudun bənzərdir. Armuddur, onun da içində qozla karamel qarışığı var. Yəni armudun içi oyulur, onun içine yerləşdirilir və üzəri qat-qat xəmirlə bağlanır, şərbətlənir və bişir. Üstündəkilər nədir bunun? Badam. Badamlar, Bəli, badam. çox Badam maraqlı. ləpəsidir. Bunlar da yenə qat-qat xəmirindəndir və içinə hər hansı bir, yəni zövqə uyğun meyvə püresi hazırlanıb doldurulur və sobada bişir. Hansı meyvələrdən istifadə olunub? Bu portağaldır, bu isə karameldir. Aha, portağal və karamel. Bəli. Çox gözəl. Çələyimiz də var. Çələyi harda istifadə edəcəyik? Çiçəkləri o birisi fərqli desertimizdə. Fərqli bir desert. Çox maraqlı, gözünüz bizdə olsun. İnanın, hətta mənim özümə də maraqlı gəlir ki, bugün burada nələr hazırlanacaq. Hətta bizim öncədən belə xəbərimiz olmur ki, burada bizim gələn gözəl xanımlarımız, bəylərimiz olsun, şeflərimiz nələr hazırlayacaq. Elə biz də sizinlə bərabər, bizə də həqiqətən, necə deyərlər, bir sürpriz olur. Bir hədiyyə kimi bizim də qarşımıza qoyurlar və biz də onu verilişin bitməsini dörd gözlə gözləyirik ki, o dadlı təyamları dadaq. Bunun bu arada içindəki armudun meyvəsi yoxsa bu cem halında hazırlanıb buna? Armudun meyvəsinin özüdür. Armud meyvəsinin özü var içində. Çox maraqlı. Çiğ haldadır ya bişmiş halda? Bəli, çiğ halda qoyulur. Pişir, peçdə bişəndə biraz az xodda pişir. Bəli. Elə tiramisu dediniz, tiramisu şirniyyatı haqqında. Bunun hansı ədviyyatlardan istifadə olunur orada? Tiramisuya pendirli krem hazırlayacağıq. Və tiramisunun özünün çubuqları var. Onlardan hazırlayacağıq. Üstünə də kakao əlavə edəcəyik. Əslində tiramisu əsl yay şirniyyatı gedir. Ümumiyyətlə dünyada da tanınan bir şirniyyatdır ki, yayda onu soyuq deyəsən o yeyilir, soyuq yeyilir. Çox gözəl. Odur ki, irəliyən dəqiqələrdə yenidən sizin yanınıza gələcəm. Çox sağ olun Xəyalə xanım. Əllərinizə sağlıq indidən. Şirniyyat. Çox vaxt idmançılar şirniyyatlardan çəkinirlər. Sizdə necədir bu məsələ? Çalışmalıyıq ki, dietik şirniyyatlardan istifadə edək. Çünki gündəlik olaraq bədənimizin şirniyyat və yağ yəni tələbatı mütləqdir. Buna görə də dietik şirniyyatlara və dietik qidalara üstünlük verməliyik. Təşəkkür edirik. Səhər tezdən gəldiniz, idman hərəkətlərinizlə bizim izləyicilərimizin qarşısında oldunuz. Düşünürük ki, həqiqətən səhər tezdən o bir neçə dəqiqə gün boyu onların özlərini gümrah hiss etməsinə səbəb olacaq. Təşəkkür edirik Rəşad bəy. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Bizə də tamaşaçılarımıza da maraqlı bir rubrika oldu. Odur ki, indi qısa reklamlara ayrılırıq. Gözünüz bizdə olsun. Çox maraqlı qonaqlarımız və söhbətlərimiz olacaq. İmzalı markasının Dilkəş parfümün baş sponsorluğu, difiktolog logoped Ayşən Mamedovanın xüsusi sponsorluğu, Usta Turizmin və Başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər reklamlardan sonra davam edəcək. İmzalı markasının Dilkəş parfümün baş sponsorluğu, difiktolog logoped Ayşən Mamedovanın xüsusi sponsorluğu, Usta Turizmin və Başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər reklamlardan sonra davam edir. Sponsor təqdimatımızla qaldığımız yerdən davam edirik. Baş sponsorumuz olan İmzalı markası. İmzalı markası yüksək keyfiyyətli kafel, keramika, mərmər və mozaika yapışdırıcıları, dərz dolğuları, hidroizolyasiya məhsulları, hazır suvaqlar, təmir məhsulları, üzlük və döşəmə materialları, termoizolyasiya materialları istehsal edir. İmzalı MMC-dən əla fürsət. Ödənişlərə görə kampaniyalarımız mövcuddur. Aylıq ödəniş 5.000 manat olduqda mikrodalğalı soba, 10.000 manat olduqda toz soran, 15.000 manat olduqda paltar yuyan, 20.000 manat olduqda soyuducu, 25.000 manat olduqda
olduqda isə televizor şansını əldə edirsiniz. İl sonuna dək ödəniş olduqda 100 min manat iPhone 16 Pro Max, 150 min manat olduqda Apple MacBook Pro 4, 200 min manat olduqda Xiaomi LG Krixos Radamis, 5 ulduz otel, 4 nəfərlik 7 gün səyahət şansı, 250 min manat qol saatı və ya qızıl külçə 70 qram, 350 min manat Changan Alsvin 2024, 450 min manat isə Changan Unive 2025 şansını əldə edirsiniz. Əlaqə nömrəsi 050 773 77 73. Və bizim növbəti baş sponsorumuz Dilkeş parfümlarıdır. Dilkeş parfümla sadəcə 32 manatla öz şəxsi ətir biznesinizi qura bilərsiniz. Necə eləyə bilərsiniz bunu? Bunu da izah eləyək. 4 ətir alana 1 ətir, 8 ətir alana 2 ətir, 12 ətir alana Dilkeş parfümdan 3 ətir hədiyyə olunur. 16 ətir alırsınızsa 6 ətir və qızıl uğur bilərziyi isə təqdim olunur. Təkcə biznes üçün deyil, eyni zamanda özünüz və yaxınlarınıza lazım olan ətir, kosmetika, hədiyyəlik çantalar, qutular, ev və avtomobiliniz üçün ətirlər, sabun və bədən spreylərini də Dilkeş parfümdən əldə edə bilərsiniz. Və bizim növbəti sponsorumuz 2013-cü ildən bu yana sizin səyahət yoldaşınız olan Usta Turizmdir. Usta Turizmlə səyahət arzularınızı artıq daha rahat şəkildə reallaşdırın. Daxili və xarici tur paketləri, aviabiletlər, viza dəstəyi, qısaca səyahət planınızı bizimlə daha rahat edin. Cənnət görmək istəyən Azərbaycana gəlsin devizi ilə məqsədimiz ölkəmizi dünyaya tanıtmaqdır. Hər anın möhtəşəm olması üçün səyahətinizi işin ustasına həvalə edin. Əlaqə nömrələri 055 353 17 055 353 19. Növbəti sponsorumuz Başmaqçıdır. Başmaqçı şəhərimizdə Gənclik, Neftçilər, Rəhmətli və Binə Ticarət Mərkəzindəki 4 filialı ilə fəaliyyət göstərir. Türkiyənin bu sahədə öz sözünü deyən fabriklərin ayaqqabılarını mağazalarımızdan sizə təqdim edirik. Yenilikləri ilk bizim mağazalarımızda görə bilərsiniz. Hər dəbə, hər zövqə uyğun modelləri mağazalarımızdan əldə edə bilərsiniz. Sponsorlarımızdan bu qədər və yenidən qaydırıq studiyamıza. Və hal-hazırda studiyamızdayıq. Elə istəyərdim ki, Rəna musiqili qonağımızı dəvət eləyək. Və bugünkü musiqili qonağımız Aşıq Mübariz Camaloğlu bizim efirimizin qonağıdır. Buyursun, gəlsin, xoş gəlmişsiniz.
günlər, çox xoş gəlmisiniz. Belə pozitiv başladıq günə sizin sayənizdə. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Bizə baxın, Azərbaycan xalqımızı da salamlayıram. Buyurun. Mikrofonu zəhmət olmasa götürün. Buyurun mikrofonunuzu. Buyurun. Buyurun. Hə, Xoş nə gəlmisiniz tərsiniz? bir daha. Bu görüm yıxılıb eləyərəm sənə. Yox, olmaz. Qardaş, sən nə tərsən? Xoş gəlmisiniz. Sağ olun, xoş gününüzə gələk həmişə. Səhər-səhər pozitiv olmaq lazımdır. Qoy bizə baxan tamaşaçıları da salamlayım Aysun xanım. Ondan sonra hissək verilişimizə. Olar mı Rəna xanım? Buyurun. Bəli, buyurun. Xoş gördük hər birinizi. Bizə baxan gözləriniz ağrımasın, yorulmasın. Allah sizə can sağlığı versin. Nə yaxşı ki siz varsınız. Biz sənətçilərin hamımızı biz eləyən siz xalqımızsınız. Allah sizə uzun ömür versin. Can sağlığı versin. Həmişə də sizin toylarınızda inşallah çalaq, oxuyaq, oynayaq. Çox sağ olun. Elə mən istərdim ki, bugün efirimizin digər qonağını da təqdim edeyim. Ceyhun İnşaatın rəhbəri Ceyhun Hüseynov bugün bizim efirimizin qonağıdır. Hər birimizə maraqlı olan mövzuları, evdir, təmirdir, bağ evlərinin təmiridir, bu kimi və o təmir materiallarından danışacağıq. Xoş gəlmisiniz Ceyhun bəy. Xoş gördük. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Necə başlamısınız günə? Bəli, İşləyir, bəli, siz danışın. danışın. Sabah yaxşı, sağ olun. Allah köməyiniz olsun. Mənim sizə salamlayıram. Nə sualınız var, buyurun da. Elə istərdim ki, bugün əslində bir çox tamaşaçılar da artıq bu sual çox onlara maraqlı deyil, onlar bizi ünvanlayır. Bildirirlər ki, bu sıfırdan evin təmiri ilə bağlı. Sıfırdan ev təmir etdirdikdə hansı problemlərlə qarşılaşırıq? Sizlər olsun, müştərilər olsun. İstərdik ki, bu haqda danışardınız. Hansı çətinlikləri var? Sıfırdan ev təmirində birinci növbədə müştərilərin ən birinci istədiyi, məsəl üçün, internetdə və yaxud digər saytlarda belə deyim, bəyəndikləri dizaynı öz evlərində canlandırmaqlarıdır. Nurrəngi baxımından elə bir şeylər var ki, yəni elə bir məhsullar var ki, həmin keyfiyyətdən cavab vermir. Məsəl üçün, müştərilərə onu izah eləmək biraz çətin olur və yaxud rəng olaraq bəyənir və yaxud digər rənglərlə uyğunlaşa bilmir, interyer pozulur, belə bir problemlər var. Ona görə yəni müştərilərlə birgə işləyirik bu işləri. Gedirik, kataloq təqdim edirik, məsələn, məhsulu göstəririk. Bu, yəni şəhərdə hal-hazırda 3 dənə mağazamız var. Gəncədə inşallah açılacaq bir mağazamız. Əsasən internetdə, yəni modellərin çoxluğunu nəzərə alaraq mağazada bütün modelləri təqdim eləmək olmur. Həmin yəni sıfırdan evə aid nə varsa noldan hamısını yəni internetdə paylaşırıq. Müştərilər oradan bizə yazırlar, köməklik göstəririk, yəni belə deyim. Ümumiyyətlə, yaxşı, bəs bu satışdan danışdıq, internetdən danışdıq. Onlayn Satışlar, onlayn bazarlarda nələrlə qarşılaşırıq? Bu haqda da məlumat verərsiniz. Onlayn bazarlar, yəni müştərilər üçün də üstündür, satçılar üçün də. Nə baxımdan? Yəni müştərilər üçün ona görə üstündür ki, seçim şansı çoxdur. Yəni bir mağazaya biz getdikdə orada məsəl üçün 20-30 növ məhsul gördükdə internetdə bunu 100-150 növü görə bilirik rahat şəkildə. Bəyəndiyimiz məsəl üçün skrin eləyərək telefonumuzun yaddaşında saxlayıb qiymət fərqlərini uyğunlaşdırıb məsəl üçün büdcəmizə, bəli, büdcəmizə uyğun. Satıcılar üçün üstün tərəfi nədir? Satçılar üçün üstüncəli tərəfi odur ki, yəni real olaraq əgər kimsə internetdə bunu axtarırsa, real alıcıdır da, ona lazımdır ki, axtarır. Biz də o müştərilərə Mübariz bəy, ümumiyyətlə sizin özünüzün təmirlə aranız necədir? Vallahi yaxşıdır, amma elə bir ki, birdən də el olur ki, Rəna xanım, kələk gəlirlər də. Mən elə etmişəm, çünki başıma gəlib. 10 manatlıq şeyi bir də görsən 20 manat eləyir, 50 manatlıq şeyi 100 manat eləyir. Sizin təmir sahəsində çox Sonra ayılanda o Aysun xanım, gec olur ki, sənin hər şeyin gedib evci. Və ustalarla bağlı da çox problemlər yaşayırlar. Yəni həqiqi başıma gəlib. Bu başıma gəlməsə yəni danışmaram. Ümumiyyətlə təmirdir, ustadır, əmlakdır. Bu kimi söhbətlərdə bu hallar çox qarşılanır ki, insanlar narazılıq edir. Alırsansa məndən düz pul aldı. Bəs bunun üçün pulun qarşısını almaq üçün nə edirsiniz? Onun qarşısını almaq üçün bir nəfəri tapırsan, indi qohumda, əqrabada varsa da, onsuz da qardaş-qardaşa da atır, Rəna xanım. Mən həmişə sözünüzün deməsəm ürək var. Qoyursan ola, deyirsən qardaş, da bunun bütün hamısının qiymətini mən biləm. Mənə atanda da 1 manat adı, 2 manat adı. Çox atma. Çox hiss eləməyib. Çox. Bunu ancaq bir yola verə bilərsən da, biraz üstünə. Pul az gedəndə hiss eləmirsən da, birdən çox gedəndə hiss elirsən ki, çox pul getdi. Ay sağ ol. Ümumiyyətlə,
Ümumiyyətlə bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, indi Mübariz bəy də dedi, usta məsələləri ilə bağlı həqiqətən kifayət qədər ciddi problemlər yaşayanlar olur. Amma bu təkcə təmir tikinti sahəsinə deyil. Hansı sahədə çalışırsansa, əgər həmin sahədə, belə deyək də, hansı sahədə nəsə bir iş görürsənsə, az da olsa o sahədən insanın bir müəyyən qədər bacarığı və biliyi olmalıdır. Təxminən belə deyək də, nələrsə ən xırda bilikləri belə olsa, nələrsə bilməlidir ki, sabah bir gün hansısa bir problemlə qarşılaşanda ən azı bilsin ki, bunu necə həll eləmək lazımdır. Və usta da görəndə ki, qarşısındakı adam nədənsə məlumatlıdır. O zaman düşünürəm ki, biraz bu haqda yəni problem yaratmır. Amma gəlin bir fakt da var ki, öz dediyimi özüm də indi bu şəkildə danım ki, hamı hər şeydən də məlumatlı ola bilməz. Bəs bu yöndə bu tənzimləmələr necə olmalıdır? Bu müştərilər var yığır, məsəl üçün demək şey olmasın, kvadrat anlayışı nədir bilmir. Məsəl üçün laminat lazımdır, bilmir evi neçə kvadratdır. Yəni kvadratın ölçüsü necə çıxır bunu bilmir. Biz yəni müştərilər yığanda onları ətraflı şəkildə izah edirik. Amma bu da vaxt itkisinə səbəb olur da. Yəni daha yaxşı olar ki, ən azından bunlarla bağlı məlumatlı olan insanlar olsun. Yox, bu WhatsApp-da yəni və yaxud sosial şəbəkədə bizlə danışan müştəri biz dərhal bildiririk ona kvadrat anlayışı nədir, məsələn divara nə gedəcək, nə edəcək, biz ölçüləri deyirik ona. Bu arada mənim bəxt dedi ki, yəni aldatmaq həqiqətən düz deyir. Çünki mən özüm neçə ildir inşaat sahəsindəyəm. Məsələn mağazalarda işləyən satıcılar Mübariz müəllim, yəni verdikləri icarəyə görə məhsulu baha satmağa məcburdular. Anlayırsınız nə demək istəyirəm? Kvadrat metrəsi məsəl üçün obyektin baha olduqda məcburdular. Mən onlayn olaraq etdiyim satışlara heç bir yəni icarə haqqı vermədiyimə görə, uzağı mən reklamları ödəniş etdiyimə görə, yəni yüngül məsəl üçün orada baha satmaq mənə sərf edir. Müştəri də məndən bir dəfə alan müştəri, mən həmişə müştəriyə deyirəm, qardaş, mən sənə yazdım siyanı qabağında, get bazarı gəz, sonra əlaqə saxlayaq. Yəni məlumatlardan xəbərdar ol, daha doğrusu qiymətlərdən xəbərdar ol, harda nə qiymətdir, öz müqayisəni apar, daha sonra gəl seçimini elə. Bilirsiniz necədir? Mən danışdığım müştəriyə deyirəm, azad şəkildə deyirəm, get bir gün, 2 gün vaxtım var və yaxud internetdə də maraqlan və yaxud get gəz. Yəni o real alıcıdırsa məndən alır. Yəni mən bir dəfə satmamışam ki, bunu 100 dəfə satmışam. Söhbətimizi davam etdirəcəyik. Mübariz bəy, mətbəxlə aranız necədir? Mətbəxlə çox yaxşı. Bugün şirniyyat hazırlanır orada. İstəyərdik baxaq görək ki, mətbəxdə nələr var. Görək bacım orada nə bişirir da, görək nə Bir edir. dadlı təyamlar var, bir şirniyyatlar var. Xəyalə xanımın əllərinə sağlıq. Bilirsiniz ki, bizim məşhur qənnatçı şirniyyatçı xanımımızdır. Bugün efirimizin qonağıdır. Bir də xatırlatmaq istəyirəm ki, bizim sonradan izləyən tamaşaçılarımız üçün. Burada olan Xəyalə xanım bu şirniyyatı bir də xatırlatma eləyərdik. Bu qat-qat xəmirdən hazırlanmış armud desertidir. Hətta içində armud meyvəsinin özü var. Bəli, armud. Yəni cem olaraq istifadə etməyib. Xeyr, armudun meyvəsidir və içərisində karamellə qozun qarışımıdır. Armudun içi oyulur, içərisinə doldurulur, sonra qat-qat xəmirlə bağlanır, şərbətlənir, peçdə bişir. Və yanlarında isə bu badamlar dediniz, hə? Bəli, badamlardan istifadə olunubdur. Bəli, badam ləpələri. Digər şirniyyatımız o da qat-qat xəmirdəndir, eyni qaydada hazırlanır və içərisinə yəni zövqa uyğun hansısa meyvənin püresini hazırlayıb və yaxud da meyvənin özünü doğrayıb hazırlayıb içərisinə doldurub sobada bişirmək olar. Biz hazırlamışıq deməli portaqal püresidir və karamel sosudur. Onunla bir yerdə hazırlamışıq. İndi üstünü dekor edəcəyik meyvə ilə. Və bu tiramisu peçenlərinin fərqli desertidir. İçərisində yenə krem pendirlə hazırlanmış və çiyələk doğramışıq içinə. Çox gözəl. Əsl yay şirniyyatı. Kofedə isladıb bükürük. Sonra belə dekor eləyirik. Dekorda çiyələklər də olacaq. Çox gözəl. Sonra tiramisu hazırlayacağıq. Çox gözəl, həqiqətən də maraqlı görünür. İrəliyən dəqiqələrdə mütləq ki, sizin yanınıza gələcəm. Bu haqda danışacağıq və təyamlarımız nə haldadır, artıq hazırlanırmı deyə baxacağıq. Odur ki, siz də evinizdə hazırlamağa davam eləyin və sonra nuş edin. İndi isə qısa reklamlara ayrılacağıq. Reklamlardan dərhal sonra yenidən sizinləyik. İmzalı markasının Dilkaş parfümün baş sponsorluğu, Difiktolog logoped Ayşən Mamedovanın xüsusi sponsorluğu, Usta Turizmin və Başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə yeni səhər reklamlardan sonra davam edəcək. İmzalı markasının Dilkaş parfümün baş sponsorluğu, Difiktolog logoped Ayşən Mamedovanın xüsusi sponsorluğu, Usta Turizmin və Başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə yeni səhər reklamlardan sonra davam edir.
Təşəkkür Çox sağ edirik. olun gözəl ifaya görə və Mübariz bəy, Bunu ümumiyyətlə buyurun deyim də. deyil. Bunu mənim kamera qardaşlarım sağ olsunlar. Bizim ən çox Operatorlarımız. əziyyətimizi çəkən onlardır. Onların xahişi ilə bunu ifa elədim. Çox sağ olun. Təşəkkür Valla edirik. buradan yıxılmasam yaxşı deyil. Yıxılmarsınız inşallah. Hələ ki qonaqlarımızdan heç kəs yıxılmayıb. O halla qarşılaşmamışıq. Və istərdim ki, mən digər qonağımızı da təqdim eləyim. Bugün bizim Ceyhun İnşaatın dizayneri Əsmər Həsənli. Xoş gəlmisiniz. Gəlmisiniz. Xoş gəlmişəm. Biraz həyecanlıyam, üzrlü sayın. Narahat olmayın. Hər kəsin sabahı xeyir olsun. Canlı efirdir istənilən halda. Necə başladınız ki? Günə çox fresh başlamışam. Ümumiyyətlə idmanla məşğul olduğuma görə hər səhər tezdən Nə gözəl. saat Kaş 5-də biraz dururam. daha tez gəlsəydiniz, o zaman elə idman rubrikamızı danışardıq. Bugün biz özünü inkişafla bağlı danışırıq və özünü inkişafın, belə deyək də, özünü inkişaf etdirən zaman hansı nüanslar daha çox diqqətdə saxlamalıdır? İnsan özündə nələri vərdiş etdirməlidir? Bax, bu haqda danışırdıq. Elə siz də bu mövzumuza qoşula bilərsiniz. Ceyhun bəy biraz həyəcanlıdır, ona görə maksimum çalışırıq ki, ona öz sahəsi üzrə suallar Rəna xanım, sən ünvanlayaq. Allah sonra yadımdan çıxacaqdı, qoy bir şey deyim. Deyin. Yadımda diyor hansısa kanaldır. Mən də 2000-ci ildən Allah qəni-qəni rəhmət eləsin. Cavanşir Məmmədovun ansamblında çalışıram. Dedi ki, bəs ATV-də. Dedi ki, bəs biz ATV-yə çıxacağıq. Sabah hamı ağ başqa geysin, babuçka vursun belə falan. Mən də 2 dəfə də Ağ köynək geyinsin. mən də görürəm ki, indi birinci səfərdə indi xanıma dedi, siz ona görə yadıma düşdü. Kamera çəkir məni, mən də stolu elə bir şey ansambla oturmuşuq. Hündürdədir, bizim yerimiz hündürdədir şeylər. Mən də görürəm kamera bu sincar çalan biraz mənim qabağımı kəsib. Demə buradan biraz axıya geçsəm, gedəcəm yerə. Mən də bilmirəm axı. Stolu biraz bir yerə belirlədim, çəkiliş başladı. Mən nə tərs sazla barabar yomalandım sarıq ya. Allah, bu nə idi? İlk efirdə. Ona görə indi Olur. soruşursunuz, deyirsiniz ki, buradan yıxılacağım yerə. Allah olsun. Yox, burada çox şükür qarantidədir Ümumiyyətlə, ilk hər bir efir şey. vaxtı panik atak deyilən xəstəlik var, o tutanlar var, həyəcandan əli tərləyənlər var, hətta bildiyini belə unudan insanlar var ki, Kameranın həyəcanlanır. zəhmi deyilən bir şey var. Bəli. İllərdir kamera qarşısında olan insanlarda belə bəzən görsən ki, ilk dəfə başlayanda, yeni başlayanda Peki, deyək ki, vahiyyə, bəli. bəli. Yəni görsən ki, olur belə hallar. Əslində o çox yaxşı bir şeydir. O məsuliyyətdən irəli gəlir. Həm məsuliyyətdən İnsan işinə irəli olan. gəlir, o tamam başqa bir şey. Amma istənilən halda yenə də qeyd edirəm ki, kameranın zəhmi deyə bir şey var ki, bəzən normalda çox rahat danışan adam sonrasında görsən ki, kamera qarşısında danışmaqda əziyyət çəkir. Əsmər xanım, siz ümumiyyətlə özünü inkişafda bir gənc xanım olaraq bugün dizaynerlik fəaliyyətiniz var. Özünü inkişafdan elə istərdim ki, bir gənc xanım olaraq bizim tamaşaçılarımıza siz də bir mesaj verəsiniz. Əsasən də xanım olaraq. Bəli, bəli. Özünü inkişafda ümumiyyətlə insan özünü ilk öncə tanımalıdır. Bəli. İlk öncə bilməlidir ki, bu həyatda nə istəyir, nə arzulayır özünə. Bu sualları ümumiyyətlə insanların hər biri özünə verməlidir ki, həyatda nə olacağını tapsın və onun ardınca da getsin. Mən də bu sualları bir neçə il bundan qabaq vermişdim ki, bir neçə sahə üzrə də gedirəm. Sadəcə dizayn yox, həm aşpaz olaraq, həm dizayner olaraq, bəli, həm fitnesslə məşğulam, amma indi çatıra bilmədiyimə görə evdə edirəm özüm üçün. Amma bir neçə şeyi seçdiyimi fərqinə vardım. Əslində hər kəs bir neçə şeyi seçə bilər. Bir şeyin ardınca getmək sonradan uğursuzluq gətirə bilər və sonradan digər addımlarda ata bilərsiniz. Özünü inkişafda itirmək lazım deyil. Əgər bir şey uğursuzluq olubsa, demək ki, o uğur olacaq onsuz da. Əslində o insanlar həyatda heç nə əldə etməyən insanlardır ki, onların həyatda uğursuzluğu yoxdur. Çünki ən böyük uğurların arxasında hər zaman böyük uğursuzluqlar dayanır. Mütləq ki, olur. Və hər bir uğursuzluq, hər bir məğlubiyyət əslində özü bir təcrübədir. Bəli. Ona görə də o təcrübələrdən yola çıxaraq insan zamanla özünü inkişaf elətdirir, təkmilləşdirir və növbəti dəfələrdə mütləq şəkildə hansısa bir uğura nail olur. Elə istərdik ki, sizin sahənizlə bağlı biraz da sizlə danışaq. Dizaynerlik fəaliyyətiniz var dediyiniz kimi. Evi dizayn edərkən nələrə diqqət etmək lazımdır? Bir evi dizayn etəndə 3 əsas şey önəmlidir. Birincisi rahatlıq, ikincisi təhlükəsiz həyat, üçüncüsü isə funksional yaşam. Bu üçündən ən birincisi biz təhlükəsizliyi seçirik ki, hansı ki, harda nə olmalıdır. Rahatlıqsa insanın özündən, biz onunla danışırıq, edirik müştərilərlə ki, siz nə istəyirsiniz? Evinizdə. Bəziləri istəyir ki, evində heç nə olmasın, rahatlıq olsun evində. Minimalist dizayn. Bəli, minimalist dizayn.
minimum hər şey olsun. Bəziləri istəyir ki, rəngkarlıq olsun, rəng ahəngləri olsun. Yəni bu müştərilərə görə dəyişir. Biz onlarla ilk öncə danışırıq, nə istədiklərini bilirik və sonra başlayırıq dizayn etməyə. Amma bu üçü, yenə də deyirəm, rahatlıq, təhlükəsizlik, minimalist, bunlar üçü də ən önəmli şeydir. Ceyhun bəy, yerli tikinti materiallarından, istehsalat məhsullarına istəyirəm danışaq. Nə dərəcədə yəni keyfiyyətlidir və nə dərəcədə insanların tələbatlarına cavab verir? Birinci növbədə sərfəlidir, onu deyim. Çünki nəyə görə? Çünki xaricdən gəlmədiyinə görə, özümüzün yerli istehsal olduğuna görə sərfəlidir. Yəni bu keyfiyyətlə əlaqəli bir durum deyil. Məsələ bundan ibarətdir ki, qoy bunu da açıqlayaq. Bəzən elə bilirlər ki, ucuzdursa deməli yaxşı deyil. Amma elə deyil. Yəni bu yerli istehsaldır. Xaricdən gələndə bunun rüsumu olsun, gömrükdür, gəliş haqqı budur, odur. Nə qədər üzərinə əlavə pul gəlir. Amma yerli istehsal olanda burada artıq qiymətdə birinci növbədə üstünlüyü budur. Müştəri də ona görə, məsəl üçün dükanda və yaxud danışdığımız zaman müştəriyə dediyimiz zaman ki, məsəl üçün yerli istehsalımız var, belədir, qiyməti də budur, o dəqiqə şübhəyə düşür. Deyir ki, yox, bu ucuzsa deməli problem var. Əslində elə deyil. Yəni məsəl üçün kermaqranitlər var. Kermaqranitlər var, məsəl üçün 60-ın 1.20 dediyimiz, məsələn Sumqayıt istehsalıdır. Bildiyimiz zavod Kitayda mı? Bildiniz? Yerli istehsalı çox ucuzdur. Bildiniz? Hindistan məsəl üçün ondan 2 qat bahadır. Amma eyni şeydir, yəni keyfiyyətdə də eyni şeydir. Problem yoxdur. Ümumiyyətlə, bəs sizin inşaat sektorunda kredit mövcuddurmu? Bəli, mövcuddur. Yəni müştərinin iş yeri olsun, yəni bilək hardasa işləyir, rəsmi gecikməsi olmasın, problem olmasın, verilir. Yəni kreditlə də təmir mümkündür. Problemsiz, bəli. Çox gözəl. Bir də Əsmər xanım, dizayn dedikdə ağla gələn ilk şey interyer dizayndır. İstəyərdim ki, bu haqda da məlumat verərdiniz. Interyer dizayn anlayışı nədir ümumiyyətlə? İnteryer dizayn daha çox biz evdən və dövlət iş müəssisələrindən əlavə kənar yerlərdə edirik. Buna rahatlıq, insanların rahatlığını düşünürük biz. Buna istirahət məkanları və restoranlar daha çox aiddir. Hansı ki, biz orada artıq seçirik standart olaraq rahatlığı, cəmiyyətə buraxa biləcəyimiz rəngləri ki, biz artıq hər kəs cəmiyyəti tanıyır, nələri sevəcəyimizi artıq bilirik. Ona görə də interyer dizaynda ən çox biz rahatlığı seçirik. Yenə də deyirəm, evdən və dövlət iş müəssisələrindən kənarda olur bunlar. Bu dizaynı biz kənarda seçirik. Məsəl üçün, sizdə olacaq rahatlıq, rəngkarlıq, şirkət ümumiyyətlə. Bu üçə aiddir bizdə. Biz evlərdə interyer dizayn eləmirik. Daha çox kofe shoplarda eləyirik artıq, restoranlarda eləyirik. Kofe yerlərində, yəni kofe şəbəkələrində. Kofe şəbəkələrində və istirahət məkanlarında. Bunları seçirik. İnteryer dizayn daha çox oralarda istifadə olunur. Bəli, artıq Azərbaycanda onlar daha çox inkişaf eləyib deyə biz də onları seçirik. Və nələr aiddir buna, nələri seçirik? Rənglər, insanların rahatlığı və təhlükəsizliyi yenə də üçü. Üç əsas faktor. Bəli. Rənglər həqiqətən insanın həm ruhuna, həm ümumiyyətlə elə məkanlardır ki, orada onun sakitlik tapmasına təbii ki, şərait yaratmalıdır. Bəli. İcazə vermirik ki, rənglər insanların gözünü yorsun. Yorsun, bəli. Rahatlıq mütləq şəkildədir, bir-biri ilə kompleks, belə deyək də, təşkil eləyir, rəng ən böyük tamamlamalıdır. Diqqət olunacaq. Təhlükəsizlik də ki, onsuz da nə ediriksə, mütləq şəkildə sağlamlıq və təhlükəsizliyimiz üçün eləyirik. Söhbətimizi davam edəcəyik Mübariz bəy. Son zamanlar adınız daha tez-tez qalmaqallarla, belə deyək də, hallanır. Elə eşidirik biz də. Bilmək istəyirik ki, bax, bu nədən irəli gəlir? Bilərəkmi, bilməyərəkmi? Mən işləmişəm, harada olur bu qalmaqallar. Nə bilim, deyirlər ki, çox olub. Mənim heç kimlə işim yoxdur, Rəna xanım. Elə son olaraq, məsələn, Aşıq Namiqdən olsun, Pünhan Piriyevdən olsun. Mikrofonu biraz yaxın tutaq. Yox, İstədik ki, biz ad deməyək, siz özünüz deyəsiniz. Yox, vallahi yox, heç bir problem yaşamıram. Allah hər kəsin öz rusunu verir. Allah da onlara o rusunu verib qoy. Allah başlarından töysün. Mənim öz yolum var, öz yolumdayam mən. Aysun xanım. Yaxşı, bəs bu... Mən həmişə deyirəm ki, mənə işiniz olmasın. Qoyun, mən öz yolumdan gedim. Mənə deyib dolaşmayın. Ümumiyyətlə, Aşıq Namiqdən neçə ildir ki, sizin bu qalmaqallar səngimir də? Yəni, baxırıq, biz də izləyirik, raporcu olaraq gündəmi? Artıq səngiyib. Səngiyənə oxşamır. Məncə sözünüz qaçırsınız söhbətdə. Vallahi yox, artıq düzəlibdir. Çünki nəyə görə deyirəm? Bax, o günlərin bir dənə qonşu kanallarda efirdəyəm. Mən fikirləşirəm orada, deyirəm, ay Allah, 20 dənə saç salan məşhurlarda bu üzdə olanlar. Mən 20 nəfərin adını tapıb ortaya çıxarda bilmədim. Amma gözünü yumub arxaya daşarsan, gedir oxuyana dəyir. Musiqisiyə dəyir. Çox dəhətdən anlat. Amma bu sazı davam elətdirənlər, gəlin belə burada sayaqda nə var ki, burada gəlir vaxtımız varsa. Çox azdır.
aşıqlıq sənətində. Mən də özümə söz vermişəm ki, da bu aşıq kimlər əlinə saz götürübsə, onlarla heç bir işim olmasın. Qoy həmişə onlara efirdən uzun ömür can sağlığı arzulayım. Çünki biz azıq. Mübariz bəy, biz də mövzuda birbirimizin istəyərdim qədrini danışaq. Ümumiyyətlə, aşıqlıq sənəti Azərbaycanın milli folklorunu təşkil edən ən böyük sənət nümunələrindən biridir. Çətin sənət növüdür və sizin ifalarınızda da biz görürük ki, bizim o qədim aşıqlıq musiqiləri deyil də, daha çox müasir hal-hazırki ifaları çevirirsiniz, belə deyək də, sazla ifa edirsiniz. Bu bəlkə kənardan biraz qıcıq yaradır. Yox, Rəna xanım, mən tanıyanlar elə tanıyıb axı. Çünki sazın özünün bir ağırlığı var. İndi bəziləri elə bilir ki, mən saz sənətindən heç xəbərim yoxdur, amma mən aşıq oğluyamsa, mən bundan bilməliyəm də ən azından bir 50 havaya yaxın. Amma 72-dir deyinə, mən onun hamısını bilmirəm deyinə, mən həmişə özümə deyirəm ki, mən tam o aşıqlıq sənətində deyiləm də. Ona görə də mən elə yolum budur. Yəni ilk dəfə siz bilirsiniz də, sazı fırradan elə o formada ifa eləyən mən olmuşam. Da bunu mən gətirmişəmsə, bu mənlə də gedəcək o dünya. Yəni deyirsiniz ki, yerimizi amma bunu indi arada toylarda olur, arada məsəl üçün qıdıqlayırlar ki, yəni eləməsə mümkündür. Çünki mən belə tanıyıram. Az öncə də bildirdim, aşıqlıq sənətinə həmin bu müasir musiqi elementlərinin gətirilməsi, ümumiyyətlə müasirliyin gətirilməsi nə dərəcədə, necə qarşılanır digər aşıqlar tərəfindən? Niyə? Yaxşıdır da. Yaxşı qarşılanır. Onda yaxşıdır, əlbəttə ki. Hətta bizim bir çox keçmiş bizim mahnılarımız ki var, musiqilərimiz ki var. Bugün gənclər ona yeni bir nəfəs verərək, yeni bir janrda da səsləndirirlər və bu qəbul edilir də artıq cəmiyyət tərəfindən. Bayağılaşmır, yəni qəbul olunmaz bir hal almır. Baxırsan ki, insanlar dinləyir, bu belə də olmalıymış kimi davranırlar. Artıq zamanı dəyişdikcə. Elə istərdim ki, indi də mövzumuz çox gözəl irəliləyirdi. Hal-hazırda bizim qısa bir reklam fasiləmiz var. Ondan sonra dərhal yenidən sizlərləyik. İmzalı markasının Dilkaş parfümün baş sponsorluğu, difiktolog logoped Ayşən Mamedovanın xüsusi sponsorluğu, Usta Turizmin və Başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə yeni səhər reklamlardan sonra davam edəcək. İmzalı markasının Dilkaş parfümün baş sponsorluğu, difiktolog logoped Ayşən Mamedovanın xüsusi sponsorluğu, Usta Turizmin və Başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə yeni səhər reklamlardan sonra davam edir. Sponsor təqdimatı ilə qaldığımız yerdən davam edirik. Baş sponsorumuz olan İmzalı markası. İmzalı markası yüksək keyfiyyətli kafel, keramika, mərmər və mozaika yapışdırıcılar, dərz dolğuları, hidroizolyasiya məhsulları, hazır suvaqlar, təmir məhsulları, üzlük və döşəmə materialları, termoizolyasiya materialları istehsal edir. İmzalı MMC-dən əla fürsət. Ödənişlərə görə kampaniyalar mövcuddur. Aylıq ödəniş 5000 manat olduqda mikrodalğalı soba, 10.000 manat olduqda toz soran, 15.000 manat olduqda paltaryan, 20.000 manat olduqda soyuducu, 25.000 manat olduqda isə televizor şansını əldə edirsiniz. İl sonuna dək ödəniş olduqda isə 100.000 manat iPhone 16 Pro Max, 150.000 manat Apple MacBook Pro 4, 200.000 manat Şarm LG Kriksos Radamis 5 ulduz otel 4 nəfərlik 7 gün səyahət, 250.000 manat qol saatı və ya qızıl külçə 70 qram, 350.000 manat Çangan Alsvin 2024, 450.000 manat isə Çangan Unive 2025 şansını əldə edirsiniz. Əlaqə nömrəsi 050 773 77 73. Və bizim növbəti baş sponsorumuz Dilkaş parfümlarıdır. Sadəcə 32 manatla Dilkaş parfümdan öz şəxsi ətir biznesinizi qura bilərsiniz. Dilkaş parfümdan 4 ətir alana, 1 ətir, 8 ətir alana, 2 ətir, 12 ətir alana, 3 ətir hədiyyə olunur. Əgər siz Dilkaş parfümdan 16 ətir alırsınızsa, o zaman 6 ətir və qızıl uğur bilərziyi sizə təqdim olunur. Eyni zamanda təkcə biznes üçün deyil, eyni zamanda özünüzə və yaxınlarınıza lazım olan ətir, kosmetika, hədiyyəli çantalar, qutular, ev və avtomobilləriniz üçün ətirlər, sabun, bədən spreylərini də Dilkaş parfümdan əldə edə bilərsiniz. Təşəkkürlər Dilkaş parfüma və bizim növbəti sponsorumuz 2013-cü ildən bu yana sizin səyahət yoldaşınız olan Usta Turizmdir. Usta Turizmlə artıq səyahət arzularınızı daha rahat şəkildə reallaşdırın. Daxili və xarici tur paketləri, aviabiletlər, viza dəstəyi, qısaca səyahət planınızı bizimlə daha rahat təşkil edin. Cənnət görmək istəyən Azərbaycana gəlsin devizi ilə məqsədimiz ölkəmizi dünyada tanıtmaqdır. Hər anın möhtəşəm olması üçün səyahətinizi işin ustasına həvalə edin. Əlaqə nömrələri 055 353 17, 055 353 19. Növbəti sponsorumuz Başmaqçıdır. Başmaqçı şəhərimizdə 4 filialı ilə fəaliyyət göstərir. Gənclik Neftçilər Əhmədli və Binə Ticarət Mərkəzində 4 filialımızla sizin qarşınızdayıq. Türkiyənin bu sahədə olan öz sözünü deyən fabriklərin ayaqqabılarını mağazalarımızdan əldə edə bilərsiniz. Yenilikləri ilk bizim mağazamızda görün, hər dəbə, hər zövqə uyğun modelləri mağazalarımıza gələrək sınaya bilərsiniz. Belə sponsorlarımızdan bu qədər. Hər bir
izləyicilərimizdən təşəkkürümüzü bildiririk və verilişimizi davam etdiririk. Elə istərdim mən də indi Ceyhun bəylə qaldığımız yerdən bir davam eləyək ki, çünki bizim tamaşaçılarımıza da maraqlı olan mövzudur. Həqiqətən də çox problemlərlə üzləşirik. Bu az öncə məhsulların keyfiyyətindən danışdıq. Keyfiyyətli məhsul dedikdə nə başa düşülür? Bu anlayışı istərdim ki, açıqlayardınız. Sizin iş sahəsində nə deməkdir ki, bu keyfiyyətli məhsullar? Keyfiyyətli məhsul dedikdə birinci növbədə aldığımız məhsulun təyinatını düzgün yerinə yetirməlidir. Məsəl üçün biz kafel alırıqsa, o təyinat nədirsə, onu bizə versin. Laminat alırıqsa, məsəl üçün restorana, o əgər restoranda işlək vəziyyətdə işləyirsə, o imенно obyekt üçün satılan laminat olmalıdır. Biz götürüb ev üçün satılan laminatı obyekt üçün ala bilmərik. Onun uzun ömürlüyü məsəl üçün keyfiyyətindən xəbər verir. Əgər biz bir məhsulu mebeli vəsin, məsəl üçün 5 il problemsiz işləyirsə, bu deməli onun keyfiyyətindən xəbər verir. Yəni bunlar keyfiyyəti müəyyən edən göstəricilərdir. 100% uzun ömürlük birinci növbədə onun keyfiyyətindən xəbər verir. Məsəl üçün obyektlərdə və yaxud evlərdə isti döşəmə dediyimiz bir şey var. Onun üstünə laminat vurulur. Parafinsiz laminat vurarıqsa ora, məsələn, bir il sonra şişər. Yəni bunları bilməlidir müştərilər 100%. Satışçılar onlara məlumat verməlidir. Mütləq dərəcədə məlumatları olmalıdır. Əsmər xanım, elə sakit qalmısınız orada. Elə bilirsinizsə suallar olmayacaq. Bayaq həyəcanlıydınız az öncə, amma artıq görürəm ki, həyəcanınız gedibdir. Ümumiyyətlə, həqiqətən də danışığınız çox axıcıdır. Baxıram ki, sahənizdə həqiqətən də professionallıqdan irəli gəlir ki, bu. Siz yəni peşəkar olduğunuza görə suallarımızda yetəri qədər cavab verə bilirsiniz. Bu dizaynla danışdıq az öncə. Siz dizayn zamanı hansı çətinliklərlə qarşı-qarşıya gəlirsiniz dizayn eləyərkən müştərilərlə? Müştərilərlə ən çox qərarsızlıq və bir də tez bitsin. Biz məsəl üçün Biraz mikrofonu yaxın tutardıq. Müştərilər bizi daha çox tələsdirir ki, bu olsun, o olsun, onu eləyək, amma rahat olsun, amma açıqlıq olsun. Hansı ki, baxırıq evin ölçüsünə və istədikləri rəngə daha da balacalaşdırır. Bunlarda daha çox çətinlik çəkirəm artıq. Çünki onlar rəngi seçirlər, onlara buraxırıq biz bu işi və çətinlik burada yaranır ki, rənglər evin üslubuna uyğun gəlmir və yaxud da seçdikləri mebel evin üslubuna uyğun gəlmir və yaxud da işıqlandırma evin üslubuna uyğun gəlmir. Burada çox çətinlik çəkirəm. Bəs bu yaşayış kompleksləri üçün hansı dizayn üslubuna baxılmalıdır? Yaşayış kompleksi üçün Skandinaviya üslubu var. Hansı ki, orada artıq standart, sadə üslubdan istifadə olunur. Skandinaviya. Bəli. Eyni üslubda gedir bütün interyer. Yaşayış kompleksləri indi bildiyimiz ki, hamısı standartdır. Aldıqdan sonra biz məsəl üçün bizə əlaqə saxlayırlar və əlavə dəyişikliklər və yaxud da bu dəyişiklikləri yığışdıraq, tamamilə sıfırdan dizayn edirik. Bu stil Skandinaviya üslubu gedir bizdə. Bəs siz belə öz sahənizi inkişaf etdirmək üçün nələri eləyirsiniz, nələri artıq vərdişə çevirmisiniz? Ağlımda artıq hər şeyi qururam. Yəni, müştəri nəyi deyirsə, mən artıq onu ağlımda qururam və başlayıram çertyojunu çəkməyə bunun və onu birinci göstərirəm. Ağlımda ilk öncə çertyoju necə çəkəcəm, hansı rənglərdən istifadə etmək lazımdır, onu bilirəm. Müştəri ümumiyyətlə danışdığı zaman onunla bağlı beyninizdə vizuallaşdırırsınız. Yeri gəlmişkən qeyd edeyim ki, ümumiyyətlə dünyanın ən uğurlu insanlarının uğur qazanmaq üçün özünü inkişaf sahəsində vərdişə çevirdikləri bir çox hallar var ki, onları istəyərdim diqqətə çatdırıq. Hər səhər biz əslində deyirik insanlara, səhər erkən oyanmaq, səhər tezdən yuxudan durmaq artıq günə, belə deyək də, uğurlu şəkildə başlamaq deməkdir. Məqsədlərin yazılması və vizuallaşdırılması, elə sizin dediyiniz kimi, insan qarşısına bir məqsəd qoymalıdır və o məqsədə necə çata bilərəm deyə müəyyən bir planlama aparmalıdır, göz önündə bunu canlandırmalıdır. Gündəlik kitab oxumaq mütləq şəkildə lazımdır. Meditasiya və zehni məşqlər, çünki hər birimiz gün ərzində stres və problemlərlə üzləşirik və bunlardan necə qurtula bilərik? Zehni biraz, belə deyək də, boşaltmaq, zehni biraz daha o stresə qarşı davamlı etmək üçün meditasiya mütləq şəkildə vacibdir. Zehni məşqlər də onun yanında olmalıdır. Fiziki fəaliyyət, insan gün ərzində nə olursa olsun, mütləq şəkildə az da olsa kiçik bir fiziki fəaliyyətlə məşğul olmalıdır. Buna gəzinti də ola bilər, nə bilim mən, sadə məşqlər aid ola bilər. İnsan özünə suallar verməyi bacarmalıdır. Hər bir insan günün sonunda bugün mən nəyi daha yaxşı eləyə bilərdim və nəyi etmək üçün hansısa əməllərimi, belə deyək də, sanki, necə deyim, əks etmiş oldum. Nələrdən sakındım türklər demişkən, nələrə addım atmağa çəkindim. Mütləq şəkildə bu sualları özünüzə versəniz, bir növbəti gün aydın məsələdir ki, artıq
özünüzdə bu yöndə bir inkişaf hiss etmiş olacaqsınız. Daim yeni bacarıqlar öyrənmək, biz Aysu ilə səhər tezdən zaten bu haqda danışdıq ki, daim mütləq şəkildə yeni nələrisə öyrənməyə çalışmaq lazımdır. Mentorla işləmək, bacarıqların, belə deyək də, başqalarının təcrübəsindən faydalanaraq buna mentorlar axtarırlar və onlarla da işləmək müsbət təsir göstərir və risk almağa açıq olmaq. Həyat isə bəzən risklərdən ibarətdir və deyir o risk etməyi gözə almalısan ki, uğuru dadmağı da bacarasan. Ona görə hədəfləri vizuallaşdırmaq. Hətta mən kiçik yaşlarımda alırdım əlimə pultu ki, hər kəs məni orada izləyir, qonaqlarım var, qoyurdum kuklalarımı, oyuncaqlarımı, onlara suallar verirdim ki, onlar mənim izləyicilərimdir, qonaqlarımdır bugün efirimin, onlarla danışırdım. Həqiqətən də ümumiyyətlə özünə inanmaq, bacarmağın yarısıdır artıq. Və eyni zamanda özünü inkişaf etdirmək üçün hansı nüanslar öndə saxlanılmalıdır? Mən buna ikisini daha çox əlavə eləyəcəkdim. Zamanın idarə olunması çox mühüm amildir, çünki günümüzdə hər birimiz bir çox işlərlə məşğuluq və zamanı doğru şəkildə idarə etmək lazımdır ki, biz digərlərinin də vaxtına boşuna girmiş olmayaq. Və ikincisi pozitiv düşüncə və minnətdarlıq. Mütləq şəkildə insan hər birimiz mənfi hallarla qarşılaşırıq, amma mütləq müsbət halları hər zaman önə çəkib bir şükür etmək hər zaman bərəkəti də artırır və bizim addımlarımızı da həqiqətən uğurlu edir. Necə ki, hər gecənin də bir günəşli sabahı var. Və istərdik Mübariz bəy sizlə danışaq, biraz sizlə. Buyurun, məni tutmuşsunuz yaxşı zanat. Bu yeni Verin suallardan. Hal-hazırda bir yeni ifaçılar çıxıb, yəni gündəmi zəbt eləyiblər. Saz baxırıq yoxsa? ki, yox, saz yox, ümumiyyətlə müğənnilər olsun, bəli. bəli. Artıq baxırıq gündəmi zəbt eləyiblər. Həqiqətən də onlara elə saz ifaçılarımız da yetişibdir, istər müğənnilər olsun. Onlara da və yetəri qədər tələbatları da var. Baxırıq ki, istənilir ki, bunlar yeni mahnılar ortaya çıxarırlar, olmasa yəni çıxartmazlar yeni mahnılar, ərsəyə gətirməzlər. Bəs sizə necə? Tələbat varmı günümüzdə? Sizi qane eləyirmi bu tələbat? Aysun xanım, valla mən elə illərdir ki, mən elə bir şey o toyda olanda ayağın düşəməzdi olur da. İndi mən gör neçə illər tanıdığım insanların indi nəvələri də var, nəticələri də var. Onların toylarına çağırırlar, yola verirəm. Yəni iştirak edirəm. Amma o Allahın qurban olduğum verdiyi bir şans var da. O şans kiminsə başına qonursa, o təbii ki qabağa gedir, onun rusu demək oradadır. O gedir öz rusunu tapır. Gündə belə 5 toyunuz var idi, lakin Yo, bugün indi bu yeni elə bir- ifaçılar sizin işinizi əlinizdən aldı, Bəli, azaldı. elə bir vaxt gəlib ki, həqiqətən də tək mənim yox, hamının toyları azalıb. İndi heç kim də bilmir ki, bu nə ilə əlaqədardır. Amma əslində olana min şükür, belə deyək də. Bəs bu ümumiyyətlə onları haqqında fikriniz nədir? Bu bayaqlaşmış mahnılar, biz hər dəfə qonaqlarımızla bu haqqda danışırıq. Bu bayaqlaşmış mahnılar haqqında, yəni ümumiyyətlə siz özünüz mahnılı heç bəstələmisinizmi? Valla mənim də var idi, eləsinə beləsinə bəyənmirdilər. İndi görürəm ki, bütün ən tanınmış müğənnilər oxuyurlar. Sonra birini verdim Nəfəs xanıma, elə ən birinci getdi o mahnıya klip çəkdirdi. Bir bülbüləm qəfəsdəyəm, sənin eşkinlə xəstəyəm. Onun musiqisi sözləri də mənimdir. Çox gözəl. Ondan sonra mahnılarım çoxdur, həddindən az çoxdur, amma elə olur ki, efirdə az oxuyuram. Yəni o işi hobbi olaraq görürsünüz, bir Əslində məşğuliyyət toylarda, olaraq. bəli, toylarda oxuyuram onu. Bəlgənlər gözəl mahnılarım var, oxuyuram onu. Çox sevilir. Bir də əlçatanlıq məsələsindən istəyirəm danışaq. Əvvəllər sosial media o qədər çox belə inkişaf etməmişdi. İnsanlar üçün müğənnilər, ifaçılar sanki bir addım, bir pillə daha yuxarıdaydı və can atırdılar ki, onları öz şad günlərində görsünlər. Amma indi hamını hər yerdə görə bilirdilər deyə. Biraz bu faktorda düşünürəm ki, mühüm əhəmiyyət kəsb edir. Ona görə də bu da rol oynayır ki, artıq sənətçiləri belə deyirsizə toylar azalıb. Biraz da yəqin ki, bu faktorla əlaqəlidir. Hal-hazırda müğənnilərin bəziləri məkanlar var ki, oralarda gedib çıxış eləyirlər həmin məkanlarda. Ancaq baxırsan ki, efir zamanı danışırlar ki, mən məkanlara getmirəm, mən yüksək səviyyədə toylara gedirəm. Sizdə necə bu hal var? Valla yaralı yerimə toxundu. Bu kamera xətir çox insan çox söz deyə bilər. Amma kamera arxası elə deyil axı. Mən tanıdığım müğənnilər var ki, illərdir tanıyıram, bilməm o nə cür qiymətə gedir. Çıxır bir bölümdə danışır ki, ay belə. Sonra reklam olan kim deyir, qaqa nətər tutuzdurdum, dedim sənə qəşəng tutuzdumsan. Elə belə də olur, belə də davam elə. Bir də məşhur müğənni var. O vaxtı qonşu kanallarda veriliş gedirdi. Mən də ona getmişəm. Demək, Babək prospektindən dostlarımdılar da. Salondan buna qalemagi maşın götürmüşük. Xanım da özdə, adını çəkməyəcəm, özü bilir. Baxır, sözü bilir. Dedi ki, 50 min də boşluq qaldı ora. Dedi ki, bəs bunu nə qədərə verə bilərəm? Bu salon işlərdən də insan, mənim yaxın dostumdur. Dedi ki,
Bəs xanım 6 aya verə bilərsinizsə biz sizi gözləyək də sizi salmayaq banka, əziyyət çəkməyin. Dedi, hə 6 aya mən pulla verə bilərəm. Da söz verdi, bu 50 min buraya boşluq qaldı, mən varam axaradan. Hə, nəysə səhər tezdən, mən də ömründə tezdən oynandım, amma bu bundan sonra oynayacağam. Adam belə pozitiv olur. Həqiqətən. Hə, dedi ki, mübariz, dur təcili bax filan kanala. Abla, nə olubdu, dedi, dur bax. Hə, durdum, nəysə kanalı çördüm, baxdım ki, xanımın gözlərini bağlayıbdılar. Hə, hələ bir də o qonağın adını çəkəcəm. Qonağın da biri Manaf Ağayevdir. Manaf Ağayevlə aparıcı oğlan girdi bu xanımın qoluna ki, bəs gözünü də bağlayıblar. Xanım sizə bəs verilişin həyətinə bir sürpriz gəlib. Hə, bu nə idi? Bir də çıxan baxam ki, o boşda qaldığı 50 minlik maşını gətiriblər orada. Özü də maşını o qabaqki o keçmişdəki toylar olur. Kukula kimi maşının qabağını bəziyirdilər. Elə maşını bəziyiblər, arkaya da polunu o şarlardan doldurublar. Əmər xanım, Allah'ın dostu gözümlə gördüyümü deyirəm. Hə, güya ki, bu buna hədiyə gəlibdir. Kimsə, hansısa bir oğlan hədiyə eləyib. Dedim, ay Allah, sana qurban olum. Ölmədim bu gün də gördüm. İndi O cür şeylər. belə Aysun xanım qalmaqalla gəlirlər evə. Belə ki, yəni gündəmdən düşməyək, neyniyək. Şəxsi Ona həyatdan görə daha də çox mən qarışmıram. Mən qarışanda Allah başım ağrıyır. Sən Allah qoy oturum yerində. Gör mən bu 30 ildə nələr görmüşəm, nələr görmüşəm. Elə biz də istəyirik ki, o gördüklərinizdən biraz da olsa biz burada harda başlayasan, harda qutarasan bilin biz. Biz elə səhər tezdən insanlara musiqi, sənət, gözəl belə deyək də, əhval-ruhiyyə bəxş etsək bu özü də kifayətdir. Ceyhun bəy, sizlə istəyərdik söhbətimizi davam etdirək. Təbii ki, bu səhər buradasınızsa, mütləq şəkildə öz işinizin, öz fəaliyyətinizin tanıdılmasını istəyirsiniz və bununla bağlı buradasınız. İzləyicilərimiz Ceyhun İnşaatın hansı özəlliklərini bilməlidirlər ki, Ceyhun İnşaata müraciət eləsələr, bax bu kimi istiqamətlərdə daha irəlidə olmuş olacaqlar deyək. Hansı özəllikləriniz var? Məsəl üçün, gündəlik həyatımızda ev, ofis və yaxud da restoran və yaxud kimisə obyekt olsun, fərq eləmir də. Orada hər hansı bir remonta ehtiyac varsa, mən müştəriyə demirəm ki, yəni məndən al. Ən azından yığ məlumat al məndən. Mən sizə qiymət təklif edeyim, məhsulu deyim. Sonra maraqlan, mən sənə onun üçün vaxt verirəm, vaxt da var. Yəni, mən 100% bilirəm ki, mən ucuz mal satmıram. Mən malın qiymətinə satıram. Yəni, ucuz mal satıram, malı ucuz satıram, belə deyim də, yəni indi. Aydındır. Elə bu qiymətdən danışmışkən, bəs sizdə dizaynerlik sizin hal-hazırda inşaatınızın içində yerləşir. Bu dizaynerlik təmirə əlavə ödəniş olunur, yoxsa pulsuz olaraq onun içindəmi ödənilir? Əsmər xanım, yəni sağ olsun, yəni hal-hazırda Əsmər xanım belə deyim ki, mənə köməklik edir, yəni bu baxımdan. İndi mən də indi lazım olsun köməklik edirəm. Belə baxır indi müştəri necə bir şey istəyir. O kişi, məsələn, ümumi evi götürəndə biz də müştəriyə dizaynerlik xidmət olaraq az bir qism bəs edir də, yəni. Dizayner orada yəni hər gün işləmir ki, planı verdi, təqdim elədi, ustalarımız işi təhvil aldı, məhsulu göndəri, iş gedir. Bildiniz necə? Köməkli yox, bu sizin iş yerində xalq artistıdır. Yox, Allah. Bütün məsuliyyət bundan 100% elədir. Bəs mağazanızda hansı məhsul növləri var? Nələr mövcuddur? Kafel var, metlaq var, lambir, laminat, asma tavan, sonra tvistentlər üçün dekorlar, panellər, aboylar, sonra yan dükanımız var, amma o bizə aid deyil, amma bizim dükandır. Bizim sahə deyil, amma köməkli elə belə kombi sistemi, istiri sistemi, belə. Və aboy ilə demişkən, bu hal-hazırda günümüzdə mən bəli, divar kağızları bir çox evlərə getdikdə yapışqan divar kağızları görürük. Varımızdır, bəli. Onlar haqqında danışardınız. Bunlar yeni bir deyəsən artıq ortaya gəlib, ərsəyə gəlib. 1.20-nin 2.80-də olan rulon aboylardır. Nəmişli olan, Standart ölçülərdə onlar. Nəmişli olan diboy bir yerə soydun, sərqər şəkildə. İstənilən bir yerə, bəli. Divardadır, problemsiz. Aydındır. Həm də ki, yapışqan divar kağızları silinə bilinən, deyəsən, divar kağızlarıdır ki, xanımlarımız üçün də ümumiyyətlə ən rahat. Bəli, çox rahat. Bəli, silinə bilən divar kağızları. Bəli, bunlar haqqında məlumatımız oldu və istəyərdik mətbəxdən də bir məlumat alaq. Görək mətbəxdə vəziyyət nə yerdədir, necədir, nələr hazırlanıb. Ən sevdiyim rubrika ola bilər, çünki dadlı təyamlar, şirniyyatlar. Buyurun Xəyalə xanım. Biz yekunlaşdırmışıq. Aha, yekunlaşdırdıq. Bugün burada artıq şirniyyatlarımızı görürsünüz. Tiramisumuz da hazırdır. Tiramisu da hazırdır. Bu şirniyyatın adı nədir? Bu tiramisudur. Bu tiramisudur, bu nədir? Bu da onun
ondan hazırlanmış, yəni çubuqlardan fərqli bir üslubda desertdir. İçi meyvəlidir. Çox gözəl. Meyvəli şirniyyat üçün mən həqiqətən də ürəyim gedir. Rəna orada necə baxır, istəkli ki, veriliş bitsin, bir təyamlardan dadaq. Bu şirniyyatın dekorlar olaraq nə istifadə etmisiniz bura? Bura krem pendir istifadə eləmişəm. Bir də çiyələkdir. Bu krem pendiri özünüz hazırlamısınız? Bəli, özümüz hazırlayırıq. Aydındır. Ümumiyyətlə, özü hazırlanan məhsul daha yaxşıdır. Evdə hazırlamaq mümkündür şirniyyatlar üçün krem pendiri. Təxmini deyə bilərsiniz tərkibini necə hazırlaya bilərlər, amma vaxtımız azdır, çox qısa olsa. Deməli, krem pendir alınır və qaymaqla qarışdırılır. İçərisinə biraz şəkər pudrası əlavə olunur. Birlikdə çalınır və krem hazırdır. Aydındır. Çox sağ olun. Tiramisu peçenlərimizi isə kofeli suda isladırıq və bükürük, sarafanın arasında bükürük. Və gördüyünüz kimi Xəyilə xanım sizə bütün sirlərini açıqladı. Təşəkkür eləyirik. Gələn ayaqlarınız var olsun. İnşallah növbəti verilişlərimizdə sizi gözləyirik və beləliklə mətbəx rubrikamızın bugün sonuna gəldik. Çox sağ olun bizi Mətbəx izlədiyiniz rubrikamızın üçün. sonuna gəldik, amma verilişimiz isə burada hələ ki davam edir. Amma vaxtımıza az qalıb. Mən təşəkkür edirəm qonaqlarımıza ki, bu səhər gəldilər, bizdən bərabər burada öz fikirlərini bölüşdülər. Ceyhun bəy, Ceyhun İnşaatın rəhbəri olaraq studiyamızdaydı və təmir tikinti məhsulları ilə bağlı izləyicilərimizə məlumat verdi. Eyni zamanda Ceyhun İnşaatın dizayneri olan Əsmər xanım Həsənli buradaydı. Təşəkkür edirik belə pozitivliyinizə görə. Amma eyni zamanda xanım həm də aşbazdır. Bir dəfə istəyərik ki, mütləq bir gün sizi də mətbəximizdə görmək istəyərik. Düşünürəm. Əla olar. Bu haqda danışaq. Yekunda Mübariz bəydən bir ifi olacaq, amma mövzumuzu sonlandırmaq istəyirik. Bugün özünü inkişafdan danışdıq. Təbii ki, istənilən sahədə mütləq şəkildə hər bir kəsin bir hədəfi olmalıdır. Hədəfimiz isə bugünkü bizdən sabah daha uğurlu birinə çevrilməkdir. Bugünkü bizdən daha bir addım öndə olmaqdır. Bunun üçün isə hər zaman inkişaf etməliyik, hər zaman inkişafa doğru addımlamalıyıq. Və beləliklə bugünkü rubrikamızın, bugünkü buraxılışımızın sonuna gəldik. Rənanın da qeyd elədiyi kimi özünü inkişafdan danışdıq bugün. Özünüzə hər zaman inanın. Çünki insanın özündən başqa kim ona inansa, onun ona heç bir xeyri yoxdur. Hər şey özünüzdən başlayır. Özünüzə, öz məninizə inanaraq həyatda addımlayın. Hər şey sizin əlinizdədir. Həyatınızı necə nizamlamaq istəyirsinizsə, o cür hərəkət edin. Və odur ki, sabah eyni saatda, eyni dəqiqədə, eyni efirdə, eyni verilişdə sizinləyik. Odur ki, sağ olun, salamat qalın. Sağ olun, salamat qalın. Sabah görüşmək diləyilə. Eşk havası salındım, oynadım ayzan ayzan, yüreğime işledi, doymadım ayzan ayzan. Eşk havası salındım, oynadım ayzan ayzan, yüreğime işledi, doymadım ayzan ayzan. Mən sənə qurban, can ay can, mən sənə heyran. Can ay can, mən sənə qurban, can ay can, mən sənə heyran. Yar çəkdim sınağa, düşməz adı qınağın, başqasına baxmağın, qoymaram aycan aycan. Başqasına baxmağın, qoymaram aycan aycan. Eşq havası salındım, oynadım aycan aycan, yüreğime işledi, doymadım aycan aycan.
işlədi Doymadım ay canım Eşq havası salındı Doymadım ay canım İliyimə işlədi Doymadım ay canım Can ay can mən sənə qurban Can ay can mən sənə heyran Can ay can mən sənə qurban Can ay can mən sənə heyran Can ay can mən sənə qurban Can ay can mən sənə heyran Can ay can mən sənə qurban Can ay can mən sənə heyran İmzalı markasının Dilkeş parfümün baş sponsorluğu, Difiktolog logoped Ayşən Mamedovanın xüsusi sponsorluğu, Usta Turizmin və Başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğuyla Yeni Səhər bitdi.